Dinlədiyim ilk andan bəri ona olan heyranlığım artan xətlə davam edib və etməkdədir. Səsini, mahnılarını eşitdiyim gündən həyatını öyrənməyə, araşdırmağa, barəsində yazmağa başlamışam. Qeyd dəftərlərimdə özüm üçün yaddaş şəklində qələmə aldığım bu yazıların bəzi hissələrini ara-sıra dostlarla və sosial şəbəkələrdə də bölüşürdüm. Bugün sizə dünyanı öz əzmi ilə heyrətləndirən, səsi ilə, mübarizəsi ilə dünyanın hər yerindən sevgiyə bələnən, ehtirama layiq görülən bu insandan, bu xanımdan danışacağam. Maria Faranduri'dən. Onun səsini Olimp tanrılarının hədiyyəsi adlandırıblar. Haqqında çox danışa bilərəm. Saatlarla. Həyatından, mübarizəsindən və əlbəttə mahnılarından. Bugünədək o qədər insana danışdım ki, onun səsini dinləyəndə elə bilirəm, qollarımı yana açır, üzümü səmaya tuturam. Bəzən məhz belə edirəm və səmanın ənginliklərindən içimə işıq seli axır. Avstriyanın dünya miqyaslı Wiener Zeitung qəzeti onu Yunanistanın səsi adlandırmışdı, yaxud onun Parisdəki konsertindən sonra şöhrətli Le Monde nəşri yazırdı. Yunanistan zəngin mədəniyyəti, intellektə, şeirə və gözəl musiqiyə dərin bağlılığı ilə bizdən hörmət tələb edir. Yunanistan çoxlu böyük müğənnilər yetirib, çox güclü səslər bəxş edib dünyaya. Amma onun kimisini, onun miqyasda olanını bəxş etməyib. Onun səsi Allahın bəşəriyyətə hədiyyəsidir, nəinki təkcə Yunanistana. Onun səsində sehr var, sevgi var, cəsarət var, xeyirxahlıq var, xeyirxahlıq. Bir də sözsüz mübarizə var, mübarizlik var. Maria Faranduri, sən bizi, bizim səni sevdiyimizdən daha çox sevirsən, yoxsa bu cür oxumaq, bu elzaskar ifaları etmək mümkün olmazdı. Qətiyyən olmazdı. Maria Faranduri 1947-ci il noyabr ayının 28-də Yunanistanın Afina şəhərində dünyaya gəlib. Uşaqlıq dövrü həddindən artıq ağır və çətin keçib. Maria uşaq yaşlarında bir müddət valideynlərindən ayrı qalmalı olub. Buna səbəb 20-ci əsrdə Yunanistanda da geniş yayılan polimiyelit öləti və onun da bu xəstəliyə yoluxması idi. Sinir sistemini zədələyib, əzələlərin iflici ilə nəticələnən bu xəstəlikdən müalicə olunmaq üçün balaca Maria valideynlərindən bir neçə il uzaq qalmalı, xəstəxana şəraitində yaşamalı olur. Amma tale bu qızcığazın tərəfində idi. O sağalır və valideynlərinin yanına qayıdır. Maria uşaq yaşlarından musiqiyə ciddi vurğunluğu ilə diqqət çəkirdi. Qonşularının radio qəbul edicilərində saatlarla musiqi dinləyər, yorulmazdı. Dinlədiyi musiqilər əsasən Rembetiko janrında mahnılar idi. Bir də o vaxtlar Yunanistanın görkəmli müğənnilərindən Stelios Kazantzidis Maria'nın çox dinlədiyi sevimli müğənnisinə çevrilmişdi. Xatırladaq ki, Rembetiko yaxud da başqa adı ilə Rebetka musiqisi Yunan şəhər folklorudur. Bu janr 20-ci əsrin əvvəllərində meydana gəlib. Rebetiko janrında mahnılar zəhmətkeş siniflərin, köçkünlərin ağır həyatını təsvir edir. Bu janrda olan mahnılar həmçinin insanların gündəlik həyatda qarşılaşdığı siyasi problemləri, onların apardığı mübarizəni əks etdirir. Balaca Maria da musiqiyə olan qarşısı alınmaz heyranlığı ilə bu mahnıları dinləyə-dinləyə böyüyürdü. Amma bunlar belə onun özünü kəşf etməsi ilə nəticələnməmişdi. Hələ nəticələnməmişdi. Həmin vaxtlarda Yunanistanda Yunan Musiqisi Dostları Cəmiyyəti adında bir təşkilat fəaliyyət göstərirdi. Musiqiçilər tərəfindən 1953-cü ildə yaradılmış bu təşkilatın məqsədi Yunan musiqisini qoruyub saxlamaq, onu təbliğ edərək inkişaf etdirmək, eyni zamanda musiqi dərsləri verərək musiqiçilər, müğənnilər yetişdirmək idi. Yeniyetmə Maria da bu cəmiyyətə qoşulur və burada ilk addımlarını atır. Lakin cəmiyyətin üzvləri onu dinləyərkən başa düşürlər ki, bu qızı xorda oxutmaq olmaz. Hər şey göz qabağında idi. Yunanistan üçün növbəti möcüzəvi səs də olmuşdu. Eyni zamanda Maria da Yunan Musiqisi Dostları Cəmiyyətinə qoşulanda özünü kəşf edir. Başa düşür ki, oxumaq onun yoludur, həm də həyat yolu.
Onun səsini dinləyənlər arasında əfsanəvi bir ad var idi və sözsüz Maria Faranduri haqqında danışanda bu dahi sənətkarın, bu böyük sənətkarın adını çəkməmək qeyri-mümkündür. Bəli, Mikis Theodorakisdən danışırıq. 20-ci əsr Yunan musiqisinin ən böyük siması və qüdrətli bəstəkarı Mikis Theodorakisdən. Hörmətli izləyicilərimiz, dostlarım, bir müddət əvvəl fəaliyyətə başlayan kanalımızda ötən müddət ərzində azad sözün, alternativ fikrin müdafiəçisi və daşıyıcısı kimi müxtəlif proqramlar hazırlayıb təqdim etmişik. Arzularımız böyük, planlarımız zəngin, yolumuz çətin və uzundur. Bu yolda bizi indiyə kimi tək qoymadığınız üçün sizə minnətdarlığımızı çatdırmaq istəyirəm. Davam etdiyimiz yolda bundan sonra da bizə dəstək olmaq üçün kanalımıza abunə ola, videolarımızı bəyənə, rəy yaza, həmçinin maddi dəstək üçün aşağıda qeyd etdiyimiz hesaba köçürmə edə bilərsiniz. Biz sizə arxalanır və inanırıq. Theodorakis konsert zamanı 16 yaşlı Maria'nın ifasını dinləyəndən sonra səhnə arxasına gəlir. Bu qızıl səsli qızın səsindən dərindən təsirlənən Theodorakis Maria'ya deyir: "Sən mənim mahnılarımı oxumaq üçün doğulduğunu bilirsənmi?" 16 yaşlı gənc Maria dərhal cavab verir: "Bilirəm." Bu qısa söhbətin baş tutduğu 1963-cü il tarixindən dünya musiqisinin ən gözəl əməkdaşlıqlarından birinin, həm də birincilərdən olan birinin əsası qoyulur. Mikis Theodorakis'in qüdrətli, yüksək keyfiyyətli və bəşəri musiqiləri Maria Faranduri'nin dərin kontralto, ifadəli, geniş diapazonlu səsi ilə dinləyicilərə qovuşur. Bu haqda Theodorakis'in bioqrafiyası, həmçinin az əvvəl bəhs etdiyimiz Rembetiko musiqisi haqqında Rembetiko yolu adlı kitab yazan, Yunan mədəniyyəti və musiqisi üzrə ixtisaslaşmış akademiklərdən sayılan Gail Horsvarxat belə deyir: Faranduri, Theodorakis'in musiqisini dünyaya mükəmməl çatdıracaq şəxs idi. Həm də Maria onun gözəl mahnılarını yaymaqla kifayətlənmir, eyni zamanda Yunanistanın diktatur altında olması səbəbindən onun özünün də istifadə edəcəyi şəkildə, yəni ölkəsindəki vəziyyətə etiraz forması kimi oxuyurdu. Gail Horsvarxat haqlıdır. Belə ki, Yunanistan nasist işğalı, həmçinin bu işğaldan sonra başlayıb 1949-cu ildə sona çatan vətəndaş müharibəsi nəticəsində ciddi mənəvi, siyasi, iqtisadi zədələrə məruz qalmışdı. 10 minlərlə vətəndaşı öldürülən ölkə 1960-cı illərdə ağır böhran içində idi. Xanım Faranduri həmin illəri bir müsahibəsində belə təsvir edir: İnsanlar mənəvi, mədəni bir şeyə susamışdılar. Onlar bu ardıcıllıq üzrə 3 şeyə ac idilər: azadlıq, çörək və təhsil. Bu ac insanlar küçələrdə dolaşırdılar. Theodorakis isə onları daha yaxşı bir Yunanistan yaratmaq ideyasına cəlb etmək istəyirdi. Diqqət etdinizmi? Faranduri ölkəsinin insanının möhtac olduğu, ac olduğu şeyləri sadalayanda birinci azadlığın adını çəkir, sonra çörəyin. Bəli, özünə hörmət edən xalq və onun sənətkarı məhz belə edir. Mikis Theodorakis ilə Faranduri ölkədəki ağır vəziyyəti düzəltmək yükünü təkcə müxalifətin üstünə ataraq, kitab yazmaqla, kino çəkməklə, musiqi səsləndirməklə işini bitmiş hesab edən bystanderlərdən fərqli olaraq, ölkələrindəki problemlərə seyirci olmaqdan qətiyyətlə imtina edərək, mübarizə aparan minlərin, milyonların səsi, müqavimətin əsas simaları olmaq bacardılar. 1967-ci ilin 21 aprelində Yunanistanda sağçılardan ibarət general Stilianos Pattakos, polkovnik Nikolaos Makarezos və polkovnik Georgios Papadopoulos üçlüyü hakimiyyəti ələ keçirir. Bu triumviratın ilk işi onlara qarşı müxalif sol mövqedə olanları həbs etmək idi. İlk həbs olunanlar arasında Yunanistanın milli qəhrəmanı Manolis Glezos və bəstəkar Mikis Theodorakis də vardı. Sonralar Qara Polkovniklər Xuntası adlanan rejim Yunanistanda 1974-cü ilədək hakimiyyətdə qalacaqdı. Həmin ərəfədə Theodorakis Maria'ya gizli yolla məktub yollamağa nail olur və
məktubunda Mariyaya ölkəni tərk etməsini tapşırır. 20 yaşlı gənc qız dostu və ustadı Theodorakisin sözünə əməl edərək Fransaya qaçır. Elə o gündən etibarən Avropanın bir sıra yerlərində konsertlər verməyə, Theodorakisin mahnılarını oxumağa başlayır. Bu konsertlər siyasi hadisələrə çevrilir. Dünyanın diqqətini Yunanistandakı anti-insani sağçı rejimə cəlb edə bilir. Faranduri isə konsertlərdən əldə etdiyi gəlirləri ölkəsinə, orada mübarizə aparan müxaliflərə göndərirdi. Theodorakisin İrland şairi Ben Brenda'nın sözlərinə musiqi bəstələdiyi, Mariya tərəfindən ifa edilən To Yelasta Pedi, yəni Gülən Uşaq mahnısı 1967-1974-cü illərdə Yunanistanda hərbi xuntaya qarşı mübarizə aparanların himni olur. Bu 20 yaşlı gənc qız heyrətamiz əzmkarlığı, sarsılmaz iradəsi və barışmaz mübarizliyi ilə Yunanistan xalqının müqavimət və ümid simvoluna, dünyanın isə sevimlisinə çevrilir. Dostum Qulu bəyi ilk dəfə solçu Mariya Farandori'nin ifası ilə tanış edəndə təəssüratlarını mənə bu sözlərlə bildirmişdi. Dinlədikcə insanın içinə dinzlik dolur. Onun səsi bütün kainatı gəzir, dolaşır, bütün ağrı acını özünə çəkib geri dönür. Su kimi, günəş kimi, eşq kimi hər tərəfdən axıb tökülür adamın ruhuna. Onun paralelində yaşananlar da bir lent kimi gəlib keçir insanın xəyalından. Gah ağrılı, gah şən, gah kövrək, qəribə hisslər burulğanı baş qaldırır insanın ruhunda. Bu, həyatın özüdür. Almaniyanın Das Zeitung onlayn jurnalının "Siz siyasi sənətkarsınızmı?" sualına cavabında Farandori demişdi: "Həyatda qəbul etdiyimiz hər bir mövqe siyasidir. Mənim sənət haqqında qanunum həmişə belə olub. Həqiqət, səmimiyyət, dəyər. Həyatım və sənətim bir-birindən ayrıla bilməz. Onlar bir-birini tamamlayır. Sənəti mübarizənin xidmətinə verməkdə haqlı idim deyən, Yunanistanın ruhu kimi xarakterizə edilən bu əfsanəvi qadın müsahibələrinin birində bunları deyir. Hər dəfə oxumağa başlayanda elə bil hər şeyə yenidən başlayıram. Bu sənətin təsiridir. Daxildə bir yüksəliş gətirir. Bu böyük enerjidir. Hazır olmalısınız. Düşüncənizi və ruhunuzu hazırlamalısınız. Sənətə bu qədər ehtirasla bağlı olduğunuzda həmişə yaradıcı qalmaq, ciddi işlər görmək və özünüzdən sonra miras qoymaq istəyəcəksiniz. Bir də darıxmaq hissi. Bu bir peşə deyil, daha dərin bir şeydir. İnsan həm təcavüzkarlıqdan, həm də sənətin kommersiya tərəflərindən qaçmalıdır. Ona ya ehtirasla bağlısan, ya da yox.